Salam. Bilirsinizmi, bəzən həyatla ölüm arasındakı fərqi sadəcə bir neçə düzgün qərar, bir neçə saniyə ərzində atılan doğru addım müəyyən edir. Bugün biz məhz bu həyati anlardan danışacağıq və taktiki tibbin əsaslarına başvuracağıq. Yəni, zamanla yarışda həyatları necə xilas etməli olduğumuzu öyrənəcəyik. Yaxşı, gəlin elə birbaşa məsələnin özünə keçək. Acı reallıq budur ki, döyüş meydanında baş verən bir çox ölümün qarşısını almaq olardı. Bəs sizcə, bu qarşısı alına bilən ölümlərin bir nömrəli əsas səbəbi nə ola bilər? Cavab bəlkə də sizi biraz təəccübləndirəcək. Və cavab, bax budur, 91%. Bu sadəcə bir rəqəm deyil, inanın mənə. Bu əslində bir həyəcan siqnalıdır. Diqqətimizi hara cəmləməli olduğumuzu göstərən bir mayak kimidir. Bəli, düz eşitdiniz. Bu 91%-in arxasında dayanan tək bir səbəb var. Nəzarət altına alınmayan, yəni kütləvi qanaxma. Deməli, bizim əsas düşmənimiz məhz budur. Və bugünkü söhbətimiz də elə bunun ətrafında qurulacaq. Bu amansız düşmənlə necə mübarizə aparmaq olar? Gəlin bu diaqrama bir nəzər salaq. Vəziyyəti o qədər aydın göstərir ki, baxın o böyük 91%lik hissəyə. Bu qanaxmadır. Digərləri, məsələn, tənəffüs yolu problemləri və ya ağciyərin sıxılması əlbəttə çox ciddidir. Amma rəqəmlər yalan demir. Prioritetlərin şahı qanaxmanı dayandırmaqdır. Mütləq prioritet. Yaxşı, bəs biz taktiki tip deyəndə nəyi nəzərdə tuturuq? Bu sizin bildiyiniz adi ilk yardım kursu deyil, heç də deyil. Təsəvvür edin ki, bu real döyüşlərdən, acı təcrübələrdən toplanmış bir bilik xəzinəsidir. Hər bir qayda, hər bir texnika, demək olar ki, qanla yazılıb. Məqsəd də çox aydındır. Keçmişin səhvlərindən dərs alıb, gələcəkdə bir nəfəri belə artıq xilas etmək. Bax, bu sitat çox maraqlıdır. Bu sahənin keçdiyi yolu necə də gözəl ifadə edir, deyilmi? Bir vaxtlar yalnız çox dar bir çərçivədə bilinən bir anlayış idi. Amma indi bu sadəcə əskərlər üçün yox, hər birimiz üçün vacib olan həyati bir bacarığa çevrilib. Yaxşı, kifayət qədər giriş verdik. İndi isə keçək əsas məsələyə. Gəlin o bir nömrəli qatillə, yəni o 91%lik problem yaradan kütləvi qanaxma ilə necə mübarizə aparmaq lazım olduğuna baxaq. İndi sizə çox sadə, amma həyati bir üsul göstərəcəyim. Heç bir bahalı avadanlıq lazım deyil, sadəcə barmaqlarınız. Bu cədvəl nəbzin yerinə görə qan təzyiqini təxmin etməyə kömək edir. Baxın, əgər nəbzi biləkdə hiss edirsinizsə, vəziyyət nisbətən yaxşıdır. Amma biləkdə yox, yalnız boyunda nəbz varsa, bu artıq kritik vəziyyət deməkdir və dərhal hərəkətə keçmək lazımdır. Gəldik həyat qurtaran ən vacib alətlərdən birinə, turniketa. Amma bütün turniketlər eyni deyil. Gəlin köhnə, Sovet istehsalı S-markla daha müasir olan Alfanı müqayisə edək. Köhnəsi tez cırılır, quruyur, bərkidiciləri itir. Yeni nəsil turniketlər isə tamamilə başqa bir dünyadır. Daha möhkəm, tətbiqi daha asan və hətta sinirləri qorumaq üçün xüsusi teksturası var. Bu kiçik bir təkamül kimi görünsə də, əslində böyük bir fərq yaradır. Yaxşı, bəs bu turniketi necə tətbiq etməli? 4 sadə, amma qızıl qayda var. Birincisi və ən vacibi. Yuxarı və sıx. Yəni, yaranın yerini axtarmağa vaxt itirmədən ətrafın ən yuxarı və ən sıx hissəsinə. İkincisi, gücünüz çatan qədər dartıb sarıyın. Üçüncüsü, möhkəm 2 düyün atın. Və dördüncüsü, mütləq vaxtı qeyd edin. Unutmayın, yuxarı və sıx prinsipi taktiki şəraitdə qızıldan daha dəyərlidir. İndi isə çox vacib bir məqam. Turniket birbaşa dəriyə tətbiq edilməlidir. Niyə? Təsəvvür edin, qalın bir qış gödəkçəsinin üzərindən turniketi sıxmağa çalışırsınız. O, geyimi sıxacaq, amma damarı yox. Bu kiçik görünən detal əslində turniketi tamamilə yararsız hala gətirə bilər. Həyatla ölüm arasındakı fərq, bax, bu qədər sadə bir detaldan asılı ola bilər. Deməli, qanaxmanı dayandırdıq, əla. Amma işimiz bitdimi? Əlbəttə ki, yox. Yadınızda da o diaqram, orada daha 2 təhlükə var idi. İndi gəlin onlara, yəni tənəffüs yolu və nəfəs alma problemlərinə baxaq. Qanaxmadan sonra ikinci ən böyük qatil tənəffüs yolunun bağlanmasıdır. Bu, xüsusilə üz nahiyəsindən alınan yaralanmalarda ciddi bir riskdir. Bəs bu problemi necə həll etməli? Bax, bu sadə görünüşlü boru nazofaringial hava yolu, yəni NP-yi həyat qurtara bilər. Məsələ nədir? Huşunu itirmiş bir adamda dil geriyə gedib nəfəs yolunu bağlaya bilir. Bu boru isə burundan daxil edilərək dilin arxasından keçir və havanın ağciyərlərə sərbəst çatmasını təmin edir. İstifadəsi də olduqca sadədir. Düzgün ölçünü tap, ucunu yağla, daxil et və nəfəsə qulaq as. Bu qədər. Və siyahımızdakı üçüncü, amma yenə də ölümcül təhlükə, gərginlik pnevmotoraksı. Təsəvvür edin ki, döş qəfəsi deşilib və hava içəri daxil olur, amma çölə çıxa bilmir.
Bu eyni ilə partlamış təkər kimi şəridə təzyiqi artırır, ağciyəri bir şar kimi sıxır və nəticədə ürəyin işinə mane olur. Bəli, cəmi 1% təşkil edir, amma vaxtında müdaxilə olunmasa, nəticəsi 100% ölümcüldür. Bəs bunun həlli nədir? İnanılmaz dərəcədə sadə, amma bir o qədər də effektiv bir üsul var. Əlinizdəki hər hansı bir sarğının hava keçirməyən paketi, hətta adi bir polietilin parça kifayətdir. Yaranın üstünə qoyursunuz və diqqət, yalnız 3 tərəfdən yapışdırırsınız. Niyə? Çünki bu bir növ tək tərəfə işləyən qapı, yəni klapan yaradır. Yaralı nəfəs verəndə hava o açıq tərəfdən çölə çıxır, amma nəfəs alanda içəri qayıda bilmir. Dahi və sadə. Yaxşı, turniket haqqında danışdıq, amma hər yaranı turniketlə dayandırmaq olmur. Bəs o zaman nə etməli? Gəlin tibbi çantanın dərinliklərinə başvuraq və görək orada daha hansı sehirli alətlər var. Elə yaralar var ki, onlara turniket qoymaq sadəcə mümkün deyil. Məsələn, qasıq, qoltuqaltı, boyun kimi bölgələr. Bəs belə qanaxmanı necə dayandıraq? Bax, burada səhnəyə hemostatik tənziflər çıxır. Bunlar adi tənzif deyil, qanı laxtalandıran xüsusi maddələrlə hopdurulub. Və onlarla birlikdə tətbiq olunan texnika isə tamponada, yəni yaranın doldurulmasıdır. Amma diqqət, bu texnikanın da öz qızıl qaydaları var. Ən böyük səhv tənzifi sadəcə yaranın üstünə qoymaqdır. Bu, heç bir işə yaramır. Düzgün üsul, tənzifi barmaqlarınızla yara kanalının ən dibinə qədər hissə-hissə və çox sıx şəkildə doldurmaqdır. Bütün boşluğu doldurduqdan sonra isə ən azı 3-5 dəqiqə var gücünüzlə təzyiq göstərməlisiniz. Və bir də qətiyyən unutmamaq lazım olan bir şey var. Sinə və qarın boşluğundakı yaraları heç vaxt tamponada etmək olmaz. Və gəldik dizayn möcüzəsinə. Adi bir sarğı ilə müasir İsrail sarğısının fərqinə bir baxın. Adi sarğını nə qədər sıx sarsanız da, təzyiq bütün ətrafa yayılır. Amma İsrail sarğısının dahiliyi onun içindəki o kiçik plastik parçadadır. O, təzyiq aplikatoru rolunu oynayır və bütün gücü birbaşa qanayan nöqtəyə yönəldir. Həm də tək əllə belə tətbiq etmək mümkündür. Kiçik bir detal, amma nəticəsi böyükdür. Yaxşı, bu qədər məlumatdan sonra gəldik ən vacib suala. Bütün bunları bilməyin bizə nə faydası var? İndi gəlin hər şeyi ümumiləşdirək və bu biliklərin təkcə döyüş meydanı üçün olmadığını, əslində hər birimiz üçün nə qədər əhəmiyyətli olduğunu anlayaq. Əgər bugünkü söhbətimizdən yadınızda yalnız bir şey qalacaqsa, qoy bu ardıcıllıq olsun. Prinsip çox sadədir. Birincisi və ən vacibi, böyük qanaxmanı dayandır. Hər şeydən əvvəl bu gəlir. Bunu etdinizsə, keçin ikinciyə, nəfəs yolunu açıq saxla. Və nəhayət üçüncüsü, nəfəs almasını təmin et. Bax, bu 3 addımlıq alqoritm həyat qurtarır. Bu qədər sadə. Və gəlin bir şeyi unutmayaq. Biz bugün döyüş meydanı desək də, bu bacarıqların yeri yalnız ora deyil. Bu, avtomobil qəzası ola bilər, məişət travması ola bilər, təbii fəlakət ola bilər. Gözləmədiyimiz hər hansı bir anda bu biliklər sizin, sevdiklərinizin və ya tamamilə yad bir insanın həyatını xilas etməyinizə səbəb ola bilər. Bu, universal bir bacarıqdır. Beləliklə, biz bugün prioritetləri öyrəndik. Bilmək, şübhəsiz ki, ilk və ən vacib addımdır. Amma bilmək tək başına kifayət deyil. Əsl sual budur, bu biliklə nə edəcəksiniz? Bilikdən hazırlığa keçəcəksinizmi? Növbəti addımınız nə olacaq? Bu sualın cavabı artıq sizdədir.